Dəri tipinizi bilmədən etdiyiniz hər bir qulluq əlbəttə ki, istədiyiniz nəticəni verməyəcək. Bunun üçün nə etməliyik? Dəri tipimizi dəqiq təyin etməliyik. Əgər istəyirsinizsə, gəlin birlikdə dəri tipimizi bir neçə saata təyin edək. İlk öncə istifadə etdiyiniz hər hansı üz yuma geli ilə üzümüzü həfif yumşaq yuyuruq. Yuduqdan sonra üzümüzə heç bir nəmləndirici vasitə vurmadan bir neçə saat gözləyirik. Elə əsas məqam da burada başlayır. Bir salfet götürürük. Arzu olunandır ki, o salfet formada olan, qutularda olan salfetlərdən olsun. Niyə bu salfeti götürürük? Açıqlama verim. Bunlar çox həfif, çox nazik olurlar və həmçinin videodan da göründüyü kimi istifadə edənlər də bilir ki, bir neçə hissəyə ayrılırlar. Bir neçə hissəyə ayrılmış olan hissəsi də çox nazik və həfif olur. Və üzümüzə tətbiq etdikdə oradakı olan yağı aydınlıqla görə bilirik. Bu salfeti, yəni ikiyə böldüyümüz, ayırdığımız bu salfeti üzümüzə toxundururuq. Burnumuz, yanağımız, çənəmiz, alnımız, yəni üzümüzün hər nahiyəsinə sıxaraq toxundururuq və salfeti kənara çəkdikdən sonra budur, nəticəmiz hazırdır. Üzünüzə toxunduğunuz bu salfeti üzünüzdən uzaqlaşdırdıqdan sonra salfetin üzərində tam bərabər şəkildə alın, burun, yanaq, çənədən yağ ləkələri görürsünüzsə, deməli sizin dəri tipiniz yağlı dəri tipidir. Yox, əgər bu yağ ləkələri yalnız burun, alın və çənədədirsə, təbrik edirəm. Sizin bir problemli və küsəyən yağlı dəri tipiniz var. Salfetdə gördüyümüz bu yağ ləkəsi gözlə zorla görülürsə, yəni çox zərif, çox həfif bir yağ ləkəsi varsa və bu yağ ləkəsi eyni bərabər formadadırsa, yəni yanaq, burun, çənə, alın, hər bir hissədə bu ləkəni görürüksə, deməli bizim üz dəri tipimiz normal dəri tipidir. Salfetin üzərində heç bir yağ ləkəsi yoxdursa, salfet tamamilə qurudursa, deməli siz quru dəri tipinə aitsiniz. Quru dəri tipi digər dəri tiplərindən zaten test etmədən də bilmək olur. Çünki üz yuduqdan sonra nəmləndirici çəkən perioda qədər üz quruyur, dartılır, qaşınır. Bu videodan sonra üz dərinizi test edib bura rəy bölməsinə qeyd etməyi unutmayın. Hələlik qızlar, gələn görüşənədək.